Sabahınız xeyirli olsun. Təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi Bakı məhkəmə kompleksində davam edir və növbəti iclas üçün hal-hazırda hazırlıq işləri aparılır. Qeyd edək ki, ilkin məlumatlara görə məhkəmənin növbəti iclası tərəflərin müxtəlif vəsadətlərlə çıxış edəcəyi ilə gözlənilir. Çünki sonuncu iclasda da təqsirləndirilən şəxs Ruben Vardanyan və onun vəkili cinayət işi üzrə keçən müxtəlif sənədlərlə tanış olmaq istədiklərini bildirmişdilər və bununla bağlı məhkəmədən onlara zaman ayrılmasını və şərait yaradılmasını xahiş etmişdilər. Məhkəmə də onlara zaman ayırmışdı və həmin cinayət işi üzrə keçən sənədlərlə tanış olmaq üçün şərait yaradılmışdı. Sənədlərlə tanışlıqdan sonra Ruben Vardanyan və onun vəkili məhkəməyə müraciət edərək müxtəlif vəsadətlər səsləndirdilər. Təbii ki, onların vəsadətlərinin də böyük hissəsi qanun çərçivəsində olan vəsadətləri təmin olundu. Bundan sonra isə elə həmin iclasda təqsirləndirilən şəxs Ruben Vardanyan yenidən məhkəməyə müraciət edərək cinayət işi üzrə keçən digər sənədlərlə tanış olmaq istədiyini bildirdi və məhkəmə də bununla bağlı onlara müdafiə tərəfinə şərait yaratdı. Və ilkin məlumatlara görə bugünkü iclasda da Ruben Vardanyan həmin sənədlərlə tanış olduqdan sonra yenidən məhkəməyə vəsadət verəcəyi gözlənilir. Ümumiyyətlə qeyd edək ki, Ruben Vardanyan məhkəmənin ilk günündən ifadə verməkdən imtina etsə də cinayət işi üzrə keçən bütün sənədlərlə, sübutlarla bağlı öz münasibətini bildirir, fikirlərini bildirir və müxtəlif vəsadətlərlə çıxış edir və təbii ki, məhkəmədə qanun çərçivəsində olan vəsadətlərin böyük əksəriyyətini təmin edib. Məhkəmə prosesi açıq keçirilir. Qeyd edək ki, Ruben Vardanyan ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddələri ilə öncümlədən sülh və insanlıq əleyhinə cinayətlər, terrorçuluğun maliyyələşdirilməsi, muzluluq və digər maddələri ilə ittihamlar irəli sürülür. Açıq keçən məhkəmə iclası ilə bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiyaya ötürürük.